Yenə yetişdi Mühərrəm, cəfa sıfatı mənim. Ucaldı ərş-i Xudaya, səda sıfatı mənim. Gəl, gəl indi əhli əza, sən də başa vur, ağla ki başlanıbdı bu ayda, əza sıfatı mənim. Həmən bu məclisidə şirkət eyləyib Zəhra, gəlir səninlə bərabər, nəva sıfatı mənim. Həmən bu ayda gəzər Kərbəla çölün Zəhra, düşübdü qumların üstə, bala sıfatı mənim. Əlində şişə tutub, məclisə gələr Zəhra. Əlində şişə tutub, məclisə gələr Zəhra. Bu göz yaşındır o zəxmə, dəva sıfatı mənim. Bağışlayan və mehriban Allahın adıyla. Bəli, dəyərli əzadarlar, dəyərli sencilər. Bugün Mühərrəm ayının əvvəl günüdür. Mən ilk astanada, ilk gündə xalqımıza, Həzrəti İmam Hüseyin Əleyhisselamı sevənlərə, Zəhra balasına əzadar olanlara və başda zamanın sahibi olmaqla hər kəsə başsağlığı, təsliyyət ərz edirəm. Allah təbarək və Teala etdiyiniz duaları, verdiyiniz ehsanları, o əzadarlıqları sizlərdən qəbul etsin inşallah. Və hüzün günləridir. 10 gün ardıcıl olaraq Allah lütf etsə, bizim İrsimiz adlı verilişimiz hər axşam evinizin qonaq olacaq. Və mən sözü çox uzatmadan istəyirəm dəyərli qonaqlarımı sizə təqdim edəm. Azərbaycanımızın çox dəyərli, sevilən ilahiyyətçisi, bizim əziz qardaşımız, Hacı Nuhbala qardaşımız. Hacı, xoş gəlmişsiniz. Allah həcir versin inşallah. Xoş görmüşük. Mən də sizi və əziz tamaşaçılarımızı Həzrət Peyğəmbərimizin əziz nəvəsi və 3-cü imamımız olan Həzrət İmam Hüseyin Əleyhisselamın şanlı şəhadəti münasibəti ilə sizlərə və tamaşaçılarımıza təsliyyət deyirəm. Allah əcr versin. Allah təbarəkə və Teala bizi dünya və axirətdə ağamız İmam Hüseyin Əleyhisselamın ziyarəti şəfaətindən ayırmasın inşallah. Allah razı olsun Hacı. Allah sizi var eləsin və mənim daha əziz, dəyərli qonaq desəm düz gəlməz, artıq ev sahibi mənim əzizim ki, illərdir irs mediamız bu qardaşımın fikri ilə, onun istəyi ilə və böyük təşəbbüsü ilə, zəhməti ilə yaranmış bu verilişlərimiz Azərbaycanımızın çox dəyərli məddahi, dəyərli Rozaxanı, mənim əziz qardaşım Kərbəlayı Hikmət Cəfəri. Kərbəlayı, Allah əcr versin, Allah səndən razı olsun. Allah əcr versin Hacı, Allah qəbul eləsin inşallah. Allah bu Mühərrəm ayına xatir nə qədər dərdimiz, müşkülümüz var, nə qədər problemlərimiz var. Allah İmam Hüseynə xatir inşallah bu qapıya gələnləri əl boş yola salmasın. İlahi amin. Allah razı olsun. Nəhayət ki, inşallah. Biz də yəni birgə inşallah bu Mühərrəm ayında bir veriliş inşallah, bir neçə veriliş inşallah bölüşəcəyik qonaqlarımızla. Allah əzadarların əzalarını qəbul eləsin inşallah, əzadarlıqlarını qəbul eləsin. Allah müşkül olanların müşküllərini həll eləsin. Mühərrəm ayında ancaq dua gecələridir, dua günləridir. Mən özü istəyirəm Hacıdan, mərhum ustadlardan biri demişdi ki, insan mübarək Ramazan ayında mərifət tapa bilmərsə əgər, bağışlanmaq tapa bilmərsə, bütülə Mühərrəm ayında elə bir iş görər ki, elə bir İmam Hüseynin vasitəsilə bağışlanmaq lütfü ona əta olar. Allah bizləri bağışlasın bu hayatı. Amin ya Rabbil aləmin. Çox sağ olun. Çox sağ ol Kərbəla. Allah səndən razı olsun. Mən ilk öndə mən əvvəldən elə sizə özlərinin təşəkkürümü bildirirəm hər ikinizə. Dəyərli ilahiyyatçımıza, Hacı Nuhbala qardaşıma və sizə və bunu da qeyd etməyi özümə borc bilirəm. Bu həm mənim təşəkkürümdür, həm bizim bu gözəl TV-mizin bütün əməkdaşlarının və bizi izləyənlərin adına Kərbəla Hikmət. Mən sənə sonsuz dərin təşəkkürümü bildirirəm ki, bu 4 aydır ki, İrs Media artıq fəaliyyətdədir və burada bizim həkim verilişimiz var, xanımlarımıza aid, ana bacılarımıza aid olan xüsusi verilişlərimiz var, psixoloq verilişimiz var burada və İrsimiz verilişimiz var. Buna görə və bu
qanılmaz əziyyətlərin yükünü siz daşıyırsınız. Mənim dəyərlim, sənə özlərinin təşəkkürümü bildirəm. Hacı Nuh baba, Mühərrəm ayının birinci günüdür. İlk astanasıdır. Və mən çox istəyərdim ki, bu ayın, bu günün məxsusən mahiyyətindən danışaq inşallah. Yallah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve ala alihi tahirin. Her il olduğu kimi bu ildə biz Məhərrəm və Səfər aylarını Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalamın özü və ətrafında olan müqəddəs sahabələrinin şəhadətini qeyd edirik və hər il olduğu kimi bu ildə Məhərrəm ayında əza tutanlarla bərabər Məhərrəm ayındakı əzaya qarşı olanlar da var. Onların da öz fikri var. Və 1400 ildir ki, bu şəhadət baş veribdir. Böyük alimlər, mütəfəkkir insanlar, ədiblər, şairlər, istimai xadimlər Məhərrəm və Səfər aylarındakı əzadarlıq haqqında kifayət qədər söhbət olunubdur, kifayət qədər kitablar yazılıbdır, moizələr və elmi mühazirələr oxunubdur. İndi mən ehtiyac görmürəm ki, burada biz söhbətimizi Məhərrəm və Səfər ayındakı əzadarlığımıza haqq qazandırmaqdan ötəri dəlillərlə söhbətə başlayaq. Çünki kifayət qədər dəlillər deyilibdir. İnsanlar da müxtəlifdir. İnsanlar var. Allah tanıyan insanlar, var Allah tanımayan insanlar. Əsasən də bizim söhbətimiz Allah tanıyan müsəlman bacı və qardaşlarımızlandır. O Allah tanımayan heç Allahı tanımır, heç Allahı qəbul etmir. Qur'anı, Peyğəmbəri, axirəti, qiyamətin gününü qəbul etmir. Biz ona nə Məhərrəm, nə Səfərdən söhbət eləyək. Deyir, seyr et Nəcəf diyarını, tap dürrü vəhdəti, bundan səvayı mən nə açım yarı söhbəti. Bəli. Bizim söhbətimiz müsəlmanlar üçündür. Müsəlmanların da arasında müxtəlif icmalar, müxtəlif ölkələr, müxtəlif xalqlar, müxtəlif cəmiyyətlər vardı ki, Mühərrəm və Səfər ayının əzadarlığın özlərinə məxsus səbkidə, özlərinə məxsus qaydada qeyd eləyirlər. Və özünü müsəlman adlandıran da vardı İslam aləmində, özün müsəlman adlandıran da vardı ki, ümumiyyətlə bu əzadarlığa qarşı Məhərrəm ayının əzəməti və Həzrət İmam Hüseyin əleyhissalamın şəhadətinin üstünə kölgə salmaqdan ötəri ciddi cəhd eləyirlər. Onlarla da işimiz yoxdur. Biz Azərbaycan xalqı olaraq İslam aləminə böyük şəxsiyyətlər bir xalq olaraq böyük alimlər, ədiblər, nizamilər, nəsimilər, füzulilər, Qasım bəy Zakirlər, Seyyid Əzimlər, Raci kimi, Sərraf kimi çox böyük şəxsiyyətlər töhfə etmiş bir xalq kimi Allaha elə bu studiyada da, bu verilişdə də və digər yerlərdə də Allaha 1000 dəfələrlə həmd sənalar eləyirik ki, Allah bizi Peyğəmbərin əziz balası Həzrət İmam Hüseyin əleyhissalamı tanıyıb, sevib, onun şad günündə şad olub, qəmli günündə, yəni Məhərrəm Səfər ayında əzadar olanlardanıq. Buna görə biz Allaha şükürlər edirik. Şükür, həmçinin Allah olsun. Həmd sənalar olsun.
Bu bizim kökümüzdən, bu bizim milli dəyərimizdən, bu bizim həqiqi İslami adət-ənənələrimizin tətbiqindən irəli gəlir. Zaman keçdikcə, zaman məsafəsi uzandıqca müəyyən hadisələr baş veribdir, müəyyən devirlər olubdur ki, bu əzadarlıq çoxalıbdır, azalıbdır, amma öz mahiyyətini itirməyibdir. Və buna görə də bir daha öz xalqımıza İmam Hüseyin əleyhissalamın əzasını tutan 7-dən 77-yə qədər alim, şair, mütəfəkkir, hər bir kəsə öz minnətdarlığımızı bildiririk ki, bu böyük məktəb ki, şəhadət məktəbidir bu məktəbin adı. Bu şəhadət məktəbini şairlər şeirlərində, ədiblər ədəbiyyat yazarlarında, mütəfəkkir ictimai insanlar isə öz ictimai təfəkkürlərində qoruyub, saxlayıb, əsrlərlə gətirib əlimizə çatdırıblar. Bizim bir şair dostumuz da vardı, həm də müəllimdir. Onun da Məhərrəm ayının başlaması ilə gözəl bir şeiri vardı ki, elə bilirəm, əziz tamaşaçılarımıza da xoş olar. Yerinə çıxaracaq. Uzun şeirdir, mən ondan 3 bənd oxuyacağam. Nə gözəl, nə gözəl. Ki, Çingiz müəllimi də salamlayıram buradan. Buyurur ki, qəməri təqvimlə başlar Məhərrəm, bu ayda cəm olmuş, həm kədər, həm qəm. İl təzələnsə də ürək açılmaz, Məhərrəm ayında şadlıq yaraşmaz. İslam faciəsi bu ayda olmuş. Dinin al günəşi qana qərq olmuş. Bu ayda kəsilib müqəddəs başlar, al qana çilənmiş torpaqlar, daşlar. Mühərrəm şəhadət cihad ayıdır. Oyanış, mətanət, həyat ayıdır. İslam düşmənləri rüsvay olundu. Müsibəti görən xalqlar oyandı. Bax, Mühərrəm və Səfər ayının əzadarlığını bəyənməyən, ona irad tutan, onu hər vəchlə gecə-gündüz gözdən salmağı istəyən o kəslərdir ki, xalqların azadlıq hissinin oyanmasından məmnun deyirlər. Xalqların azadlıq hissini boğmağa çalışırlar. Müxtəlif obrazlı insanlar, müxtəlif şəkilli insanlar özləri tərəfindən cəmiyyətin arasında qarışıqlıq, qarışıq fikirlər yaratmaqdan ötəri əsrlərlə İmam Hüseyin əleyhissalamın əzadarlığı ilə bu yöndə mübarizə aparıblar, amma müvəffəq olmayıblar. Nə üçün? Çünki Qur'an-ı Kərim buyurur ki, يُرِيدُونَ لِيَطْفَعُوا نُورَ اللّٰهِ بِأَفْوَاهِهِمْ وَاللّٰهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ. İstəyərlər danışıqları ilə kafirlər, yəni Allaha inanmayan, istəyərlər danışıqları ilə Allahın dinini söndürələr, lakin Allah öz dinini, Allah öz nurunu tamamlayandır, əgərçi bu iş kafirlərin xoşuna gəlməsə də belə. İmam Hüseyin əleyhissalam yeganə şəxsiyyətdir ki, İslam aləmində Həmzə Seyid-i Şəhədadan sonra Seyid-i Şəhəda adını alıbdır. Ondan qabaq atası Əli ibn Əbi Talib şəhid olubdur. Ondan qabaq qardaşı İmam Həsən-i Müctəba əleyhissalam şəhid olubdur. Lakin Seyid-i Şəhəda adı İslam aləmində həm imamlarımız, həm böyük alimlər tərəfindən Həmzə-i Seyid-i Şəhəda tərəfindən, Həmzə-i Seyid-i Şəhədadan sonra məhz İmam Hüseynə deyilibdir. Bunun da səbəbi odur ki, necə ki,
Həmzə Seyyid-i Şühəda Peyğəmbər əleyhissalamın civarında, yanında İslam düşmənləri ilə mübarizə aparırdı və Həmzənin şəhid olması Ühuddə müsəlmanların məğlubiyyəti ilə nəticələndi. Yəni Həmzə İslamda bir sütun idi. Həzrət İmam Hüseyn əleyhissalatu vəssalamın da vaxtında İslam aləmi Yəzid kimi mənfur şəxsiyyətin əlində, Yəzid kimi mənfur bir kimsənin əlində məhvə sürüklənirdi. İmam Hüseyn əleyhissalam öz şəhadəti ilə, öz ölümü ilə, öz qanı ilə özünün aradan getməsinə razı olaraq İslamiyyətin baqi qalmasına səbəb oldu. Ona görə də bütün İslam aləmində Həzrət İmam Hüseyn əleyhissalam Seyyid-i Şühəda adlanır. Və ondan da başqa İmam Hüseyn əleyhissalam özü Peyğəmbərin nəvəsidir, torunudur, nəvəsidir, həm də şəhiddir. Allah yolunda öldürülen şəhiddir. Allah Tebareke ve Teala Kur'an-ı Kerim'de buyurur ki Bismillahirrahmanirrahim ve la tahsebennellezine kutilu fi sebilillahi emvaten bel ahyaen inde rabbihim yurzakun. Şimdi Allah buyurur ki Allah yolunda öldürülenlere ölü demeyin. Belki onlar diridiler ve Allahlarının yanında rizqiləri vardı, ruziləri vardı. Sual olunur, Allahın yanında yəni nə? Allah məgər cismidirmi? Allaha səmti cihad qərar veririk. Allah buyurur ki, Allah yanında, Allah yolunda öldürülənlərin ruzisi vardı. Ona görə onlara ölü demək olmaz, şəhidlər diridir. Və İmam Hüseyn əleyhissalam da şəhiddir. Deməli, bu ayəyə istinadən Allah yanında rizqi var. Alimlər, Qur'an müfəssirləri, Qur'an elmləri ilə məşğul olan böyük şəxsiyyətlər bu ayəni bu cür bizə izah edirlər ki, Allah yanında rizqiləri vardı. Yəni, onlarlandı Allah. Onların duası Allahın razılığıdır. Onların razılığı Allahın razılığıdır. Onlar əbədi olaraq Allahın huzurunda Allahın razı olmuş bəndələridir. Onlara şəfaət gətirmək olar. Onları təvəssül edib Allah dərgahında duanla, zikirlə, istəklə, hacətlə ruzi qazanmaq olar. Çünki Allah özü açıq aşkar buyuruldu ki, onların Allah yanında rizqiləri vardı. Allah yanında, yəni Allahın huzurunda. Necə ki Allah Təbarəkə və Teala əbədidir. Allah Təbarəkə və Teala daimidir. Şəhidlər də Allahın razılığını qazanmışdılar və Allahın razılıqlarını qazanaraq Allahdan onlara əbədiyyət lütf olunubdur. Əbədi razılıq rizq olunubdur. Və bu əbədi razılığın müqabilində necə ki biz deyə bilərik, Pərverdigar-ı aləm, səni and verirəm öz izzət-i cəlalıva, mənim filan hacətimi ravac verginə, o cürünə də deyə bilərik bu ayəyə istinadən ki, Pərverdigar-ı aləm, səni and veririk Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamın sənin yanında olan hürmətinə ki, ona verdiyin rizqə ki, məni bağışla günə. Bu çox böyük bir duadır və çox böyük bir məntiqdir. Bu Qur'an məntiqidir. Bu fərdi məntiqlərlə, fərdi düşüncələrlə, batil əqidələrlə ölçülmür. Qur'an açıq aşkar şəhidin məqamını, şəhidin dəyərini bizə bəlli eləyir, bizə göstərir. Və o şəhid ki, üstəgəl Peyğəmbərin nəvəsi, Peyğəmbərin cigər güşəsi Həzrəti İmam Hüseyn əleyhissalam ola və o şəhiddən artıq şəhidimiz olmaz ki. Əhməd ibn Həmbəldən bir dənə hədis nəql eləmək istəyirəm. Əhməd ibn Həmbəl Müsnəd-i Əhməddə 1-ci cildidə hədis getirir, gəlir ki, deyir, bir gün Həzrəti Əli əleyhissalam Süffeyndən qaydırdı, ya Süffeynə gedirdi.
Neynəva səhrasından, Kərbəla çölündən keçəndə dedi, Səbrən ləkə ya Əba Abdillah. Səbrən ləkə ya Əba Abdillah. Yanındakı soruşdu Həzrəti Əli əleyhissalamdan ki, nə hadisə baş veribdi ki, sənin gözlərin yaşardı və Əba Abdillah kimdir ki, sən ona Fərat sahilindən keçəndə səbir dilədin. Dedi Həzrəti Əli əleyhissalam belə cavab verdi. Dedi bir gün mən Peyğəmbər sallallahu aleyhi və alihin yanına daxil oldum. Gördüm Həzrət Peyğəmbər sallallahu aleyhi və alih ağlayır. Dedim ya Resulallah, sənə fəda olum. Niyə ağlayırsan? Dedi, biraz bundan qabaq Cəbrailül Əmin mənim yanıma nazil oldu və əlində bir oğuz Kərbəla torpağı gətirdi. Dedi, ya Peyğəmbər, ey Allahın Rəsulu, sənin nəvən Hüseyin ibn Əlini səndən sonra ümmətin Neynəva adlı bir çöldə, bir çayın sahilində məzlumanə şəhid eləyərlər. Həzrəti Əli deyir ki, mən də gözlərim yaşardı. Dedim, ya Rəsulallah, sənə fəda olum. O torpaqdan səndə varmı ki, mən onun ətrin iyiliyim, mən onun ətrin duyum? Dedi, bəli. Həzrət Peyğəmbər həmən torpağı mənə uzatdı, mən onu iylədim ki, həmən yer bu yerdir, Kərbəla çölüdür. Bunu Əhməd ibn Həmbəl Musnəd-i Əhməddə 1-ci cildidə nəql edir. Yəni biz İmam Hüseyin əleyhissalama əzadar oluruqsa, bizim hər iki məktəbdən, həm Əhl-i Sünnə qardaşlarımızın məktəbindən, həm Cəfəri 12 imamlı alimlərin məktəbindən güclü dəlillərimiz vardı. Əlimizdə Qur'an ayəsi vardı şəhidlik haqqında və güclü rəvayətlərimiz vardı ki, İmam Hüseyin əleyhissalamın əzadarlığını keçirmək, İmam Hüseyin əleyhissalama əzadar olub ona göz yaşı tökmək, məzluma bəli, zalimə yox deməkdir. Bunun mənası vardı. Bunun fəlsəfəsi vardı. Bunun həqiqəti vardı. İnsan öz ruhunu qiyam halında, qüvvətli halda, agah halda, yalnız və yalnız təbəlla və təbərrada saxlaya bilər. Allahın dostu ilə dost olasan, Allahın düşmənlərinə yox deyəsən. Həzrəti İmam Hüseyin əleyhissalam nəinki Allahın dostu, Allah dostlarının sərvəri idi, lideri idi, rəhbəri idi. Həzrəti İmam Hüseyin əleyhissalamı şəhid eləyənlər nəinki Allahın düşməni, bəlkə əbədi cəhənnəmə gedənlərin başındadılar. Ona görə müsəlmanlar hər il Mühərrəm Səfər ayında Həzrəti İmam Hüseyin əleyhissalamın zikri müsibətini təkrar eləməklə ilə, Həzrəti İmam Hüseyin əleyhissalama ağlamaqlıqla məzlumun yanında olmaqlarını göstərirlər. Həzrəti İmam Hüseyin əleyhissalamın tarixi şəhadətini zikr eləməklə ilə zamanədə baş verən mübariz ruhiyyəli insanlara Həzrət İmam Hüseyin əleyhissalamı aşılayırlar və onların müqabilində duran Yəzid və Yəzidin davamçılarına lənət oxuyurlar. Yəni onlardan bəri olurlar, onlardan uzaq olurlar. Odur ki, Allaha and veririk öz izzəti cəlalına, Pərverdigar-ı aləm. Bu ayda bizi həqiqi mənada Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalama əzadar olanlardan qərar versin. Allah canım, çox sağ olun Hacı. Allah razı olsun. Allah elinizə və ömrünüzə bərəkət versin. Elə verilişin bu gözəl anında elə o halımızı, o gözəlliyi dağıtmayaq. Mən istəyirəm elə Hikmət Cəfəri mənim dəyərliyim, elə o gözəl məlahətli səsi ilə bizi aparsın Kərbəlaya. Kərbəlaya, bugün söz sizdədir.
Ey atam nişanı با وفا اول فیض شوی عشقdir bu Kerbela evel feyz Kanımın batan yerdir Fersemim yatan yerdir Kanımın batan yerdir Fersemim yatan yerdir Şarivanda yansın Şarivanda yansın Şarivanda yansın Şarivanda yansın El haber bu yerde Leşkerim dayansın Avni fazl Qasim Caferim dayansın Caddi şabihi Ekberim dayansın Bu diyar gemdir Neyne ba ebel feyz Kanımın batan yerdir Fersemim yatan yerdir Kanımın batan yerdir Fersemim yatan yerdir Karivanda yansın Karivanda yansın Karivanda yansın Karivanda yansın Var bu serzeminü Gam feza hebasi Ot salır cehane Gamli macerası Başlanır bugünden Başımın belası Her belaya ollam Ben rıza ebel feyz Gânemem batan yerdir Fersemim yatan yerdir Gânemem batan yerdir Fersemim yatan yerdir Karivanda yansın Karivanda yansın Karivanda yansın Karivanda yansın Hilale de alem düğüp baisi Dedim hilale ve ba istikametün hemdüt
Cevabı verdim meğer bilmişsen Muharrem'dir. Dedim neden eriyip olmuşsan zayıf o nahif. Dedi salam beni bu derde haleyi kemdir. Ey edip ehate seraser hilal hale misal hilal hale derd o melal to emdür. Ey olubdu kürsi erş üstten o Hakan Cibril edibler farş ve ezakhane her şey azamdır. Vuruyor selay Muharrem zemi zerrat sema ve arz را بماتم گرگه ماتم o bezme hazır olan enbiyayı zul ekrem eden ikame-i matem Resul-i Ekrem'dir. Ciğer derasini Havva ve Meryem o saraya Şelen ezasine Nuh ol Halil-i Adem'dir. Hüseyin sesi doldurupdu şeş ceheti Degip bir alem bir özge alemdir. Olur Vüsat-ı Süleyman-ı Kerbela berhem Vüsat-ı eşk bu mah-ı ezelden berhemdir. Onun eli kızı Zeynep bu ayda şimresi Onun eli kızı Zeynep bu ayda şimresi O Zeynep'i ki kemine kemizi Meryem'dir. Dönüp bu ayda Cevan Kasım'ın toyu yazın Kızam-ı khun ile zulfü siyah-ı purnemdir. Bu ayda şibhi peygamber şehit olup nakan Kıyamete kimi cerevliyam yine kemdir. Yıkıblaya kolsuz elem darini Fırat üstü Yanan bu hazretten şeddon Fırat-ı elgamdi Zolup dikam gözüme Dideden akar yüzüne Gülüzle besliye sen getre Şebnem diyor Elin koyup beline dilde zikroba Dedi büküldü benim hikametim Hemdi ay kardeş Elə əvvəlin Muharrem gecəsidir Sözdə əbəl fəzdən gəldi
ellerin koyup beline, el alin keser ezeri. Bile bak diye Belfazl'ın cenazesine yana yana dedi Hüseyin. Dedi kardeş da senden sonra. Dedi kardeş da senden sonra benim büküldü. Kâmetim kam oldu ya ben senden sonra Hüseyin'in kâmeti geldi güzel. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Kim vurar sinəvi zənciri qarə köynək geyər, əcrini məhşər günü siddiqeyi kubra verər. Bizləri dua etməyi unutmayın. Hüseynsiz olmayın. Sabah elə günün bu vaxtına qədər sizlərdən ayrılırıq. Sağ olun, salamat qalın.